Ölümü yad eləyəndə ölüm tez gəlmir, gecişir. Çünki ölümü yad eləmək günahdan uzaqlaşdırır adamı. Günahı da az eləyən adam çox yaşayır. Həzrət Əli əleyhissalam qəbristanlığa getdi, dedi, bunların çoxu öz əcəli ilə ölmədi, günah səbəbindən öldülər. Həm də ki, ötəri şeylərə könül bağlayıb, sonra əlindən çıxanda stresə düşməkdən azad olmaq üçün bağlama könül. Onda stressiz yaşa, şad yaşa, hər bir halından şad ol. Həyatın özünü sev. Həyatın özünü sev. Özünüz təcrübə eləyim, mən qəribə söz danışmıyorum. Dünən öldürürsən özü filan şey. Uşaqların, görürsən də öz övladlarımız var. Deyir, filan şey mənə al. Hərdən uşaqlarla danışırıq da evdə bunu. 3 il sonra, 3 il yox, ümumiyyətlə 2-3 günə soyuyur gedir, amma 3 il sonra gülür, deyir, mən buna görə ağlayırdım.